Klaster iş üsulundan danışacağıq, təlim metodundan. Gəlin görək klaster nədir? İkinci adı şaxələndirmə. Bu üsul şagirdlərdə mövcud olan bilikləri aktivləşdirmək məqsədi daşıyır. Yəni, artıq bu biliklər mövcuddur və bunu aktivləşdirmək istəyirəm. Bu cümlədən artıq başa düşürük ki, klasteri biz motivasiyada da istifadə edə bilərik. Ümumiyyətlə, klaster şaxələnmə deməkdir. Mövzu ilə bağlı hər hansı anlayış mərkəzə yazılır. Görürsünüz, mərkəzə isim yazmışam, bu bir anlayışdır. Daha sonra isə həmin anlayış şagirdlər tərəfindən şaxələndirilir. Şagirdlər necə şaxələndirə bilər isimi? Misal üçün, bura isim yazırlar, əşyanın adını bildirir. Bura isimə nümunə yazırlar. Bura yazırlar isimin altı halı var. Bura yazırlar isim sadə düzəltmə mürəkkəb olur. Bura yazırlar, məsəl üçün, ümumi və xüsusi isimlər və s. və ilaxır. Bu formada şagirdlər mərkəzə yazılmış anlayışı şaxələndirirlər. Klasterin əsas deməli, xüsusiyyətlərindən biri, klasterdə fikrin lakonik ifadəsi var. Çünki şaxələndirərkən uzun-uzadı fikirlər yazılmır. Qısa, konkret, lakonik fikirlər yazılır. Bir də klasterdə deduktiv düşüncə formalaşır. Bunu da mütləq yazırıq. Burada deduksiya var. Çünki deduksiya nə idi? Ümumi anlayışdan xüsusi anlayışa gəlmək, isim ümumi anlayış və onun şaxələri isə xüsusi anlayışlar hesab edilir.